Hər kəsi salam. Bugün sizə 5 aprel imtahanında olan sualları izah edəcəm. Gəlin başlayaq 5-ci sualdan. Dear travelers, əziz səyahətçilər, please remember to arrive at the airport at least 2 hours before your flight. Zəhmət olmasa aeroporta sizin uçuşunuzdan ən azı 2 saat əvvəl çatmağı xatırlayın. Make sure you have your passports and tickets with you. Əmin olun ki, sizin pasportlarınız və biletləriniz sizinlədir. Pack your luggage carefully and read the basic rules about what you can bring. Bagajınızı diqqətlə yığın və sizin nə gətirəcəyiniz haqqındakı əsas qaydaları oxuyun. Don't forget to bring some food and water for your trip. Sizin səfəriniz üçün biraz ərzaq və su gətirməyi unutmayın. Have a safe and enjoyable journey. Güvənli və zövqverici səyahət keçirin. Best regards. Hörmətlərlə Travel Agency Bravo. Bravo səyahət agentliyi. A variantından gəlin başlayaq. A variantı: Passengers will be provided with food and water by the agency. Səyahətçilər agentlik tərəfindən qida və su ilə təmin ediləcəkdir. Bu yanlışdır, çünki burada deyir ki, don't forget to bring some food and water for your trip. Sizin səfəriniz üçün bir qədər qida və su gətirmək unutmayın, yəni özünüz gətirin. B variantı: Travel agency will prepare new rules about taking something to the flight. Səyahət agentliyi uçuşa nəsə gətirmək haqqında yeni qaydalar hazırlayacaq, amma burada yeni qaydaların hazırlanması barəsində heç bir məlumat yox idi. C variantı: Passengers should be at the airport only an hour before the flight. Sərnişinlər aeroportda yalnızca uçuşdan 1 saat əvvəl olmalıydılar. Birincisi burada only var. Ümumiyyətlə only olan variantlara diqqət etmək lazımdır. Və də burada an hour, yəni 1 saatı nəzərdə tutur, amma burada 2 hours deyir, yəni 2 saat nəzərdə tutur. Yanlışdır. D variantı: Agency asks passengers not to forget taking their passports and tickets. Agentlik sərnişinlərə öz pasportlarını və biletlərini götürməyi unutmamağı deyir. Bəli, doğru variant olacaqdır D variantı. E variantı: Travelers are not allowed to take luggage with them. Səyahətçilərin özləri ilə bagaj götürməyinə icazə verilmir, amma burada deyir pack your luggage carefully, öz bagajınızı diqqətlə yığın. Əgər burada inkarlıq olsaydı doğru götürərdik. Tərcümə etməsəniz belə balaca detallara diqqət edin. İnkarlıq olsaydı ola bilərdi ki, doğru olsun. Əgər verilən cümlə inkardadır, amma sizə verilən mətndəki cümlə təsdiqdirsə, bu yanlışdır. Deməli, doğru variant olacaq D variantı. 6-cı suala gəlin baxaq. Dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. Deməli, bu şənbə günü saat 12-də parkda məktəbin müəllimləri üçün piknik olacaqdır. If family members want to join the picnic, they should pay half the price of the bus journey. Əgər ailə üzvləri piknikə qoşulmaq istəsə, onlar avtobus səfərinin yarı qiymətini ödəməlidirlər. Məsələn, onlar full deyər, məsələn, bütöv qiyməti, bu yanlış olar. Everyone should bring their lunch. Hər kəs öz qəlyanaltısını gətirməlidir. Come and have fun together. Gəlin və birlikdə əylənin. Sincerely, səmimiyyətlə və ya hörmətlə də demək olar. Teachers Club, müəllimlər klubu. Deməli, A variantından gəlin başlayaq. Teachers will go to the picnic organized for them next weekend. Müəllimlər növbəti, yəni gələn həftə sonu onlar üçün təşkil edilmiş piknikə gedəcəklər. Burada əsas məsələ next weekenddir. Çünki burada this Saturday yazıbdır. Yəni bu şənbə günü. Next weekend gələn həftə sonu. Bu yanlış olacaqdır, səhvdir. B variantı: Picnic will be held early in the morning at the weekend. Piknik həftə sonu tezdən erkən vaxtda keçiriləcəkdir. Burada 12 p.m. yazıbdır. 12 p.m.də ingilislərin at noon dediyi vaxtda düşür. Yəni günorta vaxtına düşür. Yanlışdır. C variantı: Family members are not allowed to bring lunch for the picnic. Ailə üzvlərinin piknik üçün qəlyanaltı gətirməyinə icazə verilmir. Bu da yanlışdır. Nəyə görə? Çünki deyir everyone should bring their lunch. Hər kəs öz qəlyanaltısını gətirməlidir deyir.
D variantı, everyone attending picnic should pay half the price of the journey. Deyir ki, piknikdə iştirak edən hər kəs səyahətin yarı qiymətini ödəməlidir. Burada piknikdə iştirak edən hər kəsə aid deyil, müəllimlərə aid deyil. Deyir, əgər ailə üzvləri də gəlmək istəsə, onlar səfərin yarı qiymətini ödəməlidirlər. Yanlışdır bu və E variantı qalır doğru cavab. Gəlin baxaq. Teachers should take their lunch with them to the picnic. Müəllimlər piknikə öz qəlyanaltılarını gətirməlidirlər. Bəli, doğru variant budur. Nəinki müəllimlər, everyone, yəni hər kəs gətirməli idi. 7. Dear Kathleen, Aziz Kathleen, I am inviting you to my birthday party at my cousin's house this Friday. Mən səni bu cümə günü mənim kuzenimin evindəki ad günümə dəvət edirəm. Burada diqqət eləyin, my birthday party, mənim doğum günü partimə dəvət edirəm. Yəni ola bilər ki, yazar my cousin's birthday party variantlarda mənim kuzenimin ad günü partisinə dəvət edirəm. Bu yanlış olacaqdır. Let me explain to you how to get there. İcazə ver, mən sənə ora necə çatmağı izah edim. If you take your car, drive directly on Forest Road, then drive past Bronzeville and take exit 13A. Əgər sən öz maşınına minmisənsə, Forest yoluna düz sür, sonra Bronzeville ötüb keç və 13A-dan çıxışa tərəf dön. Drive down the road there and turn left. Orada deməli yolu aşağı doğru sür və sola dön. It is the first big house on the right. O sağdakı birinci böyük evdir. See you there. Səni orada gözləyirəm. Love, sevgilərlə Mary. Deməli məktubu Mary yazıbdı, Kathleen-ə yazıbdı. Buna da diqqət etmək lazımdır. A variantı, Kathleen sends Mary to home address for her cousin. Kathleen Mary'ə öz kuzeninin ev adresini göndərir. Burada Kathleen Mary'ə yox, əksinə Mary Kathleen-ə göndərdi. Ona görə yanlışdır. B variantı, Mary asks Kathleen to come to her birthday party for her cousin's car, by her cousin's car. Mary Kathleen-ə öz kuzeninin maşını ilə onun ad günü şənliyinə gəlməyini deyirdi, amma bu yanlışdır. Öz maşını ilə gedəcəkdi. C variantı, Mary invites Kathleen to her birthday party which will be next Friday. Mary Kathleen-in növbəti cümə günü olacaq. Ad günü şənliyinə dəvət edirdi, amma bu yanlışdır. Növbəti demirdi. Burada deməli this Friday deyir. Yəni bu cümə gününü nəzərdə tutur, amma burada next sözü yanlış olur. D variantı, Mary describes the way to her cousin's house to Kathleen. Mary Kathleen-ə öz kuzeninin evinə gedən yolu describe edir, yəni təsvir edir. Bəli, doğru variant D variantıdır. Və E variantında, the house of Mary's cousin is the last big house on the left. Mary'nin kuzeninin evi soldakı sonuncu böyük evdir. Birincisi bu solda deyildi, right idi, yəni sağdakı idi. İkincisi last, yəni sonuncu deyildi, first, yəni birincisi idi. Buna görə yanlışdır. İndi isə gəlin böyük mətnə baxaq. Canal Crystals is a unique and colorful river in Columbia, South America. Canal Crystals, Cənubi Amerika Kolumbiyadakı nadir və rəngli çaydır. There are a lot of mountains and lakes around the river. Çayın ətrafında çoxlu dağlar və göllər var. Canal Crystals is popular for its different colors, so the river is often called the River of Five Colors or Liquid Rainbow. Canal Crystals özünün müxtəlif rəngləri ilə məşhurdur. Beləliklə, çay tez-tez 5 rəngin çayı və yaxud da maye göyqurşağı adlanır. It includes various colors like red, black, blue, green and yellow. O qırmızı, qara, mavi, yaşıl və sarı kimi müxtəlif rəngləri ehtiva edir. Its red color comes from a red plant growing under the river. Onun qırmızı rəngi çayın altında yetişən qırmızı bitkidən gəlir. This color changes depending on sunlight. Bu rəng günəş işığından asılı olaraq dəyişir. Other colors come from black stones, green plants,
blue water and yellow sand. Digər rənglər qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan gəlir. To protect canal crystals from pollution and damage, not everyone can enter the area. Canal crystals çirklənmədən və zərərdən qorumaq üçün hər kəs bu əraziyə daxil ola bilmir. Tourists need a document from government allowing them to enter the area. Turistlərin əraziyə daxil olmaq üçün hökumətdən onlara icazə verən sənədə ehtiyacı var. Tourists can only visit canal crystals with a guide. Turistlər canal crystalsı yalnızca bir bələdçi ilə ziyarət edə bilərlər. They can book a tour to canal crystals and enjoy this wonder of the nature. Onlar canal crystalsa tur sifariş edə bilərlər, rezerv edə bilərlər və təbiəti möcüzəsindən zövq ala bilərlər. But going to the river is not so easy. Amma çaya getmək elə də asan deyil. Visitors should first use a helicopter, then a boat, and then they should go on foot. Səyahətçilər deməli birinci helikopter istifadə etməlidirlər, sonra qayıq və sonra isə onlar piyada getməlidirlər. Yaxşı, mətn haqqında bir ümumi məlumatımız olduğuna görə keçək suallara. Deməli 8 turistlər. Deməli mən yadımda qaldığı üçün artıq mətnə baxmağa ehtiyac duymuram, amma əgər siz unutsanız bu ikinci abzasdan baxa bilərsiniz. Deməli A. Avoid using a boat because of its danger. Öz təhlükəsi səbəbindən qayıq istifadə etməkdən boyun qaçırırlar. Bu yanlışdır, belə bir şey yox idi. B variantı. Can visit the place without the help of the guide. Bu yeri bələdçinin köməyi olmadan ziyarət edə bilərlər. Bu yanlışdır. Burada yalnızca deyir ki, with a guide, yəni bir bələdçi ilə gedə bilərlər. Yanlışdır. C variantı. Damage the environment if they travel with a tour. Əgər onlar tur ilə səyahət edirlərsə, ətraf mühitə zərər vururlar. Bu da yanlış bir variantdır. Səhvdir. D variantı. Can visit the river by getting a special document. Deməli çayı xüsusi sənəd əldə edərək ziyarət edə bilərlər. Bəli, doğrudur. Burada deyir ki, hökumət tərəfindən verilən bir əraziyə daxil olmaq üçün icazə verən bir sənədlə daxil ola bilərlər. E variantı are allowed to throw things in the area of the river. Deyir ki, çayın ərazisində bir şeylər ata bilərlər, amma bu yanlışdır. Deməli, 9-cu suala gəlin baxaq. Deməli, correct answer, yəni düzgün variant istəyir. What makes canal crystals famous? Canal crystalsı nə məşhur eləyirdi? Deməli, onu məşhur edən çayın rəngi idi, digərlərindən fərqli eləyən. Cavabı tez tapmaq üçün color sözünü açar söz olaraq istifadə edə bilərik. Burada C variantında var. Doğru variant olacaqdır C variantı. Yenə də digərlərini tərcümə edək. A number of lakes near the river. Çayın yanındakı bir sıra, daha doğrusu çoxlu göllər. Bu yanlışdır. Bunu məşhur eləmirdi. Burada onsuz da məşhur sözündən sonra popular for its different colors. Onun deməli müxtəlif rəngləri ilə məşhurdur. Buna görə C variantını doğru götürürük. B variantı the name of the river. Çayın adı xeyir. C variantı doğru idi. Different colors in the river. Çaydakı müxtəlif rənglər. Orada various veribdir. Various və different bir-birinin sinonimidir. D variantı the road to canal crystals. Canal crystals'a gedən yol, bu da yanlışdır. The number of guides coming to the area. Əraziyə gələn bir sıra bələdçilər, bu da yanlışdır. Gələk 10-cu suala. Bizdən false, yəni yanlış variantı istəyir. A variantından gəlin başlayaq. Travelers need to go to the river on foot as well. Səyahətçilərin çaya getmək üçün eləcə də piyada getməyə ehtiyacları var. Bəli, bu doğru variantdır. Doğrudur, yəni yanlış deyil. Amma bizə yanlış lazımdır. Ona görə bunu götürməyəcəyik. B variantı. The plants growing under canal crystals give it a red color. Canal crystalsın altında yetişən bitkilər ona qırmızı rəngini verir. Bəli, bu doğrudur. Bu mətndə də istifadə edilmişdi. Deməli, a red plant growing under the river.
Doğrudur, buna görə götürmürük. C variantı black stones and yellow sand don't affect the color of the river. Qara daşlar və sarı qum çayın rənginə təsir etmir, amma yanlışdır. Qırmızı bitkini izah edir. Daha sonra deyir ki, həmçinin qara daşlar, yaşıl bitkilər, mavi su və sarı qum da ona rəng verirdi. Səhv variant C variantıdır. D variantı it is difficult to go the river for the visitors. Səyahətçilər üçün çaya getmək çətindir. Bəli, çətindir. Heç də hər kəs oraya gedə bilmirdi. E variantı Canoe crystals is protected from pollution and damage. Canoe crystals deməli çirklənmədən və zərərdən müdafiə olunur, qorunur. Bəli, doğrudur. Gələk 11-ci suala. Deməli, mətn nə haqqındaydı? Mətn nə haqqındadır ümumiyyətlə sualını yazanda bütün variantlara baxmayın, çünki bu zaman fikriniz yayınacaqdır. Birinci nə edirsiniz? Qısa bir şəkildə Azərbaycan dilinə yazın. Yuxarıdan ki, məsəl üçün, mətn bir çay haqqındadır. Ondan sonra cavabı axtarın və bunu bərabərdir üsulu ilə yoxlayın. Məsəl üçün, mətn nə haqqındadır? Mətn rəngli çay haqqındadır. Bunu yazırıq kənara, daha sonra bərabərinə yoxlayırıq. Mountains around Canoe crystals. Canoe crystalları ətrafındakı dağlar bərabər deyil çaya. Ona görə variantı səhvdir. A red plant growing under the river. Çayın altında yetişən qırmızı bitki bərabər deyil çaya. Çünki mətnin başlığını özünüz qoyun. Daha sonra gəlin variantları yoxlayın. C variantı booking a tour to Canoe crystals. Canoe crystals'a tur demək, sifariş etmək bərabər deyil bu çaya. D. Different lakes in Colombia. Kolumbiyadakı müxtəlif göllər haqqında deyildi. Səhvdir. E variantı isə doğrudur. A unique river in Colombia. Kolumbiyadakı nadir çay haqqındaydı. Bu arada bir də əgər sizə cəmlik verilirsə, bunu əsasən həmişə demirəm, əsasən səhv götürün. Məsəl üçün different lakes olan variant cəmdədir. Bir mətndə yalnızca bir şey haqqında məlumat verə bilər. Ona görə cəm olanlar doğru olmur əsasən. Və 12-ci sual, which statements are true? Hansı ifadələr doğrudur? 1. Only. Only varsa biraz şübhəlidir, amma variantda, daha doğrusu mətndə only varsa doğru götürə bilərik. Only a guide can book a tour to Canoe crystals. Deyir, yalnızca bir bələdçi Canoe crystals'a tur sifariş edə bilər. Bu yanlışdır. 2. The sun affects the color of the river. Günəş çayın rənginə təsir eləyir. Burada günəş işığı sözü var idi. Sunlight sözü bir saniyə buradadır. This color changes depending on sunlight. Bu rəng günəş işığından asılı olaraq dəyişir. Demək ki, günəş işığı buna təsir eləyir ki, dəyişir. 2 doğrudur. The location of the river includes mountains as well. Çayın məkanı həmçinin eləcə də dağlara ehtiva eləyir. Bu doğru olacaqdır, bəli. Çünki ətrafda deyir ki, deməli çoxlu mountains, dağlar var, lakes, göllər var. 3 də doğru olacaqdır. Və 4-də helicopter is the last vehicle to use when you visit the river. Deyir ki, siz çayı ziyarət eləyəndə helikopter last sonuncu deməli aracdır, nəqliyyatdır. Bu yanlışdır. First, yəni birinci idi. Ona görə 4-də yanlışdır. Gəlin başlayaq deməli qrammatika suallarına. 13-cü sualdan başlayaq. Possessive case-dir, yiyəlik hal. Bir doğrudur. Ümumiyyətlə apostrof s olan söz sona düşübsə, əsasən doğru sayılacaq. Bir doğrudur. İkincisində apostrof s-dən sonra doğru qapı isimdir. Doğrudur. Üçüncüsü yanlışdır. Nəyə görə yanlışdır? Birincisi this-dən sonra boys gəlməz. Çünki this özündən sonra tək isim tələb edir, amma boys cəmdədir. İkincisi yaxşı oğlanlardırsa bunların niyə bir dənə əli olsun ki? Bu da yanlış olacaqdır. 3 səhvdir. 4-də isə mens olmaz. Ümumiyyətlə qaydasız isimlər, eləcə də təki və cəmi eyni olan isimlər apostrof yox, apostrof s qəbul edir. 14-cü sual bağlayıcı ilə bağlıdır və çox asandır. Deməli biz bilirik ki, deməli fix bağlayıcılar var, hansı ki, onların tərəfləri dəyişilə bilməz. Bununla bağlıdır. Məsələn, A variantında neither or deyir, amma biz neither or deyə bilmərik, neither nor olmalıdır. B variantı both or deyir, amma both or deyə bir şey yoxdur, both and olmalı idi. C variantı doğrudur.
Neither nor. Deməli, E variantı either nor ola bilməz, either or olmalı idi və E variantı neither-la and işlənməz, neither-la nor işlənməli idi. Doğru variant olacaq C variantı. 15-ci sual passive voice ilə bağlıdır. Deməli, passive voice-da başdan hansı söz gəlibsə və onunla başlayan variantları çıxırıq. Yəni cümləmiz A ilə başlayır deyə, A ilə başlayan bütün variantları çıxıram. Yəni B variantı gedir, eləcə də D variantı gedir. Səhvdir. Daha sonra cümlənin tamamlığını gətiririk əvvələ. Onsuz da hamısı eyni başlayır. A birthday party. Daha sonra cümlənin zamanını təyin edirəm. Organized. Et qəbul elədiyinə görə bilirəm ki, keçmiş sadə zamandır. Ya was olmalıdır, ya da were olmalıdır. A variantı ilə doğru variantdır. Bunu çizirik, seçirik. B çıxmışdı. C variantı cümlənin zamanına uyğun deyil, çünki bu was və ya were olmalı idi və E variantında da yenə to be yoxdur deyə yanlışdır. Və 16-cı suala gəlin baxaq. 16-cı sual tərcümə ilə bağlıdır. I was unhappy during the flight. Əslində burada happy-dən də seçmək olar və xoşbəxt idim. Yəni xoşbəxtdirsə aşağıdan variantlardan pozitiv olanı götürmək olar. I was unhappy during the flight because my seat was a window seat. Deyir, mən uçuş ərzində xoşbəxt idim və çünki mənim oturacağım pəncərə oturacağı idi. Burada necə edirik? Müsbət olanı saxlayıb mənfi olanları çıxırıq. Angry qəzəbli idi, olmaz. Bored sıxılmışdı, olmaz. Upset məyus olmuşdu, olmaz. Useless faydasız idi, olmaz və cavab olacaq lucky, yəni şanslı idim. Və 17-ci sualda match the words to their definitions, sözləri açıqlamaları ilə uyğunlaşdırın. Disturb narahat etmək. Bunları həmişə səsdə olanda qarşısına yazın ki, qarışdırmayasınız. Disturb narahat etmək, notice müşahidə etmək, attend isə iştirak etmək, to see or pay attention to somebody or something, görmək və ya kiməsə və yaxud da ki, nəyəsə diqqət yetirmək. Bu olacaqdır notice, 2 olacaq A variantı. To be present at an event, bir tədbirdə iştirak etmək, yəni attend olacaq, 3 olacaq deməli B variantı və to stop something doing something, for example, thinking, working or sleeping, nəsə eləyən kimisə dayandırmaq, məsələn, düşünən, işləyən və ya yatan kimisə. Bu da səhv eləmədimsə 1 olacaqdır disturb C, doğru variant B. Və 18 close meanings deyir, yaxın mənalı, yəni sinonim sözlər. A variantı doğrudur. Tired yorğun, exhausted yorğundur. Sadəcə tired ilə exhaustedin bir balaca fərqi var. O da exhausted çox yorğun, əldən düşmüş qədər yorğun olana deyirlər. A doğrudur. B to spoil, korlamaq, clear, təmizləmək. Bunlar yaxın deyil, yaxın mənalı deyil. To repair, bərpa etmək, destroy, dağıtmaq, bu əks mənalıdır. To tell demək, to count, saymaq olmaz. Strange, qəribə, yad, ordinary, adi, sıradan. Bu da antonim ola bilər. Və 19-cu suala baxaq. Bu da zaman testinə bənzəyir. Burada if işlənibdir. If-dən əvvəl will enter, gələcək zaman işlənibdir. If-dən sonra indiki zaman işlətmək lazımdır. Amma indiki sadə zaman olmalıdır. If-in uzlaşmasında özündən əvvəl gələcək sadə, özündən sonra isə indiki sadə zaman olacaq. Doğru variant olur A variantı. B variantı həz varsa indiki bitmiş zaman, C variantı edilən bitirsə keçmiş sadə zaman, D variantı yanlış bir şeydir. Ümumiyyətlə belə bir zaman yoxdur. Çünki əgər bir sözə zamana aiddir bu qayda təbii ki, ing artırıbsa qarşısına mütləq to be yazmalıdır. Yanlışdır və E variantı will gələcək zaman olmaz. 20-ci sual mübtəda xəbər uzlaşması ilə bağlıdır. Burada belə bir üsuldan istifadə edib variantları azalda bilərsiniz. Biz bilirik ki, sonu S ilə bitən xəbərlər təy xəbərlərdir. Cavab ya 2-3 olmalıdır, ya da ki 1-4 olmalıdır və burada qəsdən pencilsi cəmləyibdir ki, səhv variant seçilsin. Demək, burada ofa fikir vermək lazımdır. Əgər sözünü gəlibsə, sözündən əvvələ baxırıq. Sözündən əvvəl nə gəlibdir? Box sözü gəlibdir, qutu sözü. Bu təhdədirsə təy xəbəri seçməliyəm. Yox, əgər box isə olsaydı, yəni cəmdə olsaydı, cəm xəbəri seçərdim. Demək, burada box təhdə olduğuna görə təy xəbərləri seçirəm. 2 və 3 doğrudur. Doğru variant olacaqdır B variantı.
Yaxşı, 21-ci suala gəlin baxaq. 21-ci sualda deməli, bizə verilibdir preposition, yəni söz önü testi. Burada vacib deyil sırayla gedəsiniz. Yəni birinci tərəfi tapa bilmirsinizsə boş qoyun, keçin ikinci tərəfdən tapın. Weekend işlənibdir. Burada weekend-dən ət yazmaq lazımdır. İkinci tərəf ət olmalıdır. Mən d, e və burada c variantıdır. C variantını silirəm. Qalır A və B variantı. Between varsa, yadınızda saxlayın. Burada ya cəmlik olmalıdır, ya da and olmalıdır. Nə cəmlik var, nə də ki and var. Demək ki, between də ola bilməz. Doğru variant olacaqdır B variantı. 22-ci sual article-la bağlıdır. One of-dan sonra D artiklı gəlir. Old isə onsuz da üstünlük dərəcəsindədir. Yenə D artiklı olmalıdır. Yəni birinci tərəf D artiklı olan yeganə variant D variantıdır. 23-cü sualda bizdən regular, qaydalı feilləri soruşur. Mən nə edirəm? Qaydasızlara çıxıram. A variantında build qaydasız da çıxıram. Build, build, build. B variantında forget qaydasız da çıxıram. C variantında grow qaydasız da çıxıram. D variantı send qaydasız da çıxıram. Geriyə qalır variantım E variantı və 24-cü suala baxaq. 24-cü sualda crowded izdihamlı, yəni çox adamın olduğu yer kimi. Mild, yüngül, mülayim demək olar. Ordinary isə adi demək olar, sıradan demək olar. Not unusual or different in any way, heç cür fərqli olmayan, qeyri-adi olmayan, yəni sıradan olan olacaq. 3 olacaq A variantı. Having a lot of people or too many people, çoxlu və yaxud da ki, çox insanın olduğu yer. Deməli, bu olacaq crowded olması daha doğrusu B. Not strong, güclü olmayan, bu da olacaq mild, yumşaq. 25-ci suala gəlin baxaq. Burada sual cümlələri ilə bağlıdır. Cümlənin sonunda from var. From nə deməkdir? Dan, dən deməkdir. Kimdən, nədən, haradan deyərik. Ona görə də cavab ya whodur, ya whatdur, ya da where'dir. Burada what yoxdur deyə cavab olacaq 3 və 4.